Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsində həlak olan 20 hərbiçi ilə vida mərasimi keçirilir. Hürriyyətə istinadən xəbər veririk ki, mərasim Mürtəd Hava Meydan Komandanlığında təşkil edilib. Tədbirə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini Cevdet Yılmaz, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Müdafiə naziri Yaşar Gülər, eləcə də dövlət rəsmiləri, siyasətçilər, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və şəhid ailələri qatılıb. Mərasimdən sonra hərbiçilərin cənazələri dəfn yerlərinə yola salınacaq. Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 20 hərbiçinin hamısı həlak olub.